İndi ise icazə verin, arada gəlmə şair təbiətli olan Zaşir müəllim. Şeir sevən, poeziya sevən, öyle de şeir yazan, şeiri güzel analiz eden Zaşir müəllime söz verdi. Buyurun müəllim. Büyük alkışlar ve büyük tebrikler sizlere sürür. Sizlere düşüyor ona göre ki güzel kişinin güzel tarifi gülmesi, büyük güvenlerini sergi getireceksiniz. Ve her birimiz bu insana, bu çepeleksi oğluna, bu Türk balasına sevimli məhəbbətimizi bariz şəkildə ifadə etmək üçün bugün buradayım. Ve bu Allah'ın bu günler bize verdiği çok büyük bir yaşanan ömürlere layık değerlerden biridir. Bu günümüz mübarek olsun. Şehir görüşümüz, ürək görüşümüz, körlük görüşümüz mübarek olsun. Ben şüphesiz ki benden de üzr istəyirəm, yəni hamıya dağılmışım. Ve bugünləri sosial şəbəkədə izlenen, en çok izlenen şairlerden birincisi olmasa da üzr istəyirəm, biri bizim el oğlumuz Binali Bayram'dır. Ve bu bizim için fəxirdir. Ve Binali Bayram'ın bugün ürəklə, qürurla, can dolusu, qan dolusu tərbiyələr sözlərinin haradan qaynaqlandığı, haradan mənbə götürdüyü hamıya məlumdur və bunun izahına heç ehtiyac da duyulmur. Alxa Sağadan, Rəşid Hacıalıdan başlayan Zəlimxan Yaqubun şəxsində timsalında zirvələrə yüksələn, bu günləri həmin zirvədə dayanmağa çalışan və sürətlə, inanla o zirvəyə uzalmaq istəyən Binali qardaşımıza eşq olsun. Kəpələsi kəndi, Gürcüstan torpağıdır. Elə bir torpaqdır ki, Allah Taala'nın bəxş elədiyi bu gözəl cənnət məkan, Gülşah burada şahid olmamaq mümkündür. Burada olan insanların və olmayan insanların hamısı özünə görə şahiddir. Hərənin öz bir qəlb dünyası var, bir könül dünyası var. Ancaq Allah Teala indi onu hər adama vermiş ki, könlündə olan nidaları, o alqışları, o xeyir duaları, vətən məhəbbətini, ilahi sevgiyi, Tanrıya sevgiyi, insana sevgiyi, təbiətin nadir gözəlliyinə sevgiyi dillə ifadə edirlər. Və o da var, xoşbəxt ki, o həm könlündə var və könlündəkini dilə gətirib bizlərə saxlayıb bizimlə paylaşır. Binali müəllim, Binali şair, bax sizin varlığınız, sizin gücünüz, sizin qüdrətiniz bu ifadələrdədir. Siz xalqlansınız, xalqdan yoğrulubsunuz, xalqdan mayalanıbsınız, bu kəndin suyundan böyüyübsünüz, cığırla, düzünlə, şəhrimlə, yamazınla yeriyibsiniz, sürünübsünüz və bu günləri həmən cığır sizi yollara qovuşturub, o yollar da inşallah sizi uca dağlara, böyük məktəblərə çatdıracaq. Və heç bir izahatsız burada gördüyüm bu mənzərə hər şeyə bəs edir. Bax, 1, 2, 3, 4, 5, 6, inşallah bu əlbəttə 16-ya qədər çatacaq. Burada ki, görmə bu bayraqlar var. Bu Binali müəllimin arzusudur, bu dünyanın arzusudur, haqqın arzusudur. Haqdan gələn ədalətin səsidir. İnsanlığın müdafiə edən dünyanın sahibi olacaq bir səsidir. Talib bizə, Hidayət müəllim də dedi, şeylərdən də dedi, Türk dünyasına elə bir haqq verir ki, elə bir qüvvə verir ki, onu dağıtmaq, onu yox olmaq olmaz. İncəlmək olar, üzülmək olar, amma qırılmaq olmaz, ölmək olmaz. Türk dünyası, Türk xalqı nə düşmənə, nə yada eylər, əyilsə haqqa, ədalətə eylər. Eşq olsun gününüzə, hamınızı təbrik edirəm.